Dostlar, öyle kimi borcluyam sizə. Can. Qış mövsümündə papaq, şərf və əlcəklər gündəlik geyimin əsas hissəsinə çevrilir. Bu aksesuarlar təkcə görünüş üçün deyil, həm də soyuqdan qorunma baxımından əhəmiyyətlidir. Bəs onları seçərkən nələrə diqqət edilir? Ən birinci onun keyfiyyətinə, səliqəsinə önəm verirəm. İstifadə etdiyim papaq kepka modelləridir və həmçinin qulaqlığı olan modellərə üstünlük verir, yəni yun modellərə. Müştəri zövqləri fərqli olduğu üçün xanımlar və bəylər arasında rəng və model seçimləri də müxtəlif olur. Hazırda xanımlar daha qalın modelə çox üstünlük verilir. Əlcəklərdə isə qış mövsümünə uyğun olaraq daha qalın əlcəklərə çox üstünlük verilir. Payız aylarında isə qısa barmaq əlcəklərə daha çox üstünlük verilirdi. Satıcılar isə deyir ki, qış aksesuarlarının düzgün seçimi həm sağlamlıq, həm də gündəlik rahatlıq üçün vacibdir. Material, ölçü və istifadə məqsədi nəzərə alınmadıqda isə bu geyim aksesuarları faydalı olmaq əvəzinə narahatlıq yarada bilər. Qiymətlər isə məhsulların materialına və modelinə görə 5-70 manat aralığında dəyişir. Hər zövqə və büdcəyə uyğun seçimlər mövcuddur. Röya Salmanova, Nail Şahbazov, Telesəhər.